Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə çox maraqlı və eyni zamanda sağlamlıq üçün vacib olan xurmanın faydaları və zərərləri haqqında danışacağam. Xurma həm şirin dadı, həm də zəngin qida dəyəri ilə həm qədim dövrlərdə, həm də müasir dövrdə diqqət çəkən bir meyvədir. Xurma qidası yalnız ləzzətli olmaqla kifayətlənmir, eyni zamanda sağlamlıq üçün əvəz olunmaz üstünlüklər təqdim edir. Xurmanın faydaları və xurmanın tərkibi haqqında maraqlı məlumatlar axtarırsınızsa, doğru ünvandasınız. Bu videoda xurmada olan vitaminlər və xurmanın sağlamlıq təsirləri ilə yanaşı, xurmanın çatışmazlığı barədə də danışacağam. Bu videoda öyrənəcəyiniz məlumatlar sizin gündəlik həyatınıza çox şey qatacaq. Elə isə gəlin xurmanın tərkibini, faydalarını və istifadəsini birlikdə öyrənək. Amma videoya keçməmişdən qabaq, sizdən xahişim bundan ibarətdir ki, videonu sona qədər dinləyin, bəyənin və dostlarınızla paylaşın ki, bu dəyərli məlumatdan hər kəsin xəbəri olsun. Xurmanın faydaları sağlam həyat tərzi üçün əvəz olunmazdır. Xurma meyvələrin faydaları arasında xüsusilə diqqət çəkir. Çünki o həm zəngin vitamin C mənbələri ilə immuniteti gücləndirir, həm də günlük vitamin ehtiyaclarını qarşılamağa kömək edir. Xurmada olan vitaminlər və minerallar orqanizmi daxildən dəstəkləyərək enerjini artırır və ümumi sağlamlığı qoruyur. Xurma yüksək miqdarda lif tərkibi ilə bağırsaq sağlamlığı üçün əvəz olunmaz bir qida mənbəyidir. Xurmada olan vitaminlər və minerallar bağırsaq mikroflorasını balansda saxlamağa kömək edir. Bu meyvə xüsusilə həzmi yaxşılaşdıraraq qəbizlik kimi problemlərin qarşısını alır. Bağırsaq sağlamlığı üçün xurma xüsusilə həzm problemlərindən əziyyət çəkənlər üçün mükəmməl bir seçimdir. Onun tərkibindəki təbii lif mənbələri həzmi asanlaşdırmaqla yanaşı, bədənə uzun müddətli enerji təmin edir. Xurma həmçinin bağırsaq sistemini zədələyə biləcək toksinlərin atılmasına kömək edir. Beləliklə, xurma yeyərkən həm həzm problemlərinizi həll edər, həm də ümumi sağlamlığınızı qoruyarsınız. Xurma ürək-damar sağlamlığını da qorumaq üçün mühüm bir qida mənbəyidir. Xurmada olan minerallar, xüsusilə kalium ürək ritmini tənzimləməyə kömək edir. Bu meyvə qan təzyiqini nəzarətdə saxlamağa kömək edərək hipertoniya riskini azaldır. Xurmanın tərkibində olan liflər xolesterolu aşağı salaraq damar tıxanıqlığının qarşısını alır. Bu xüsusiyyətlər ürək sağlamlığı üçün faydalı qidalar sırasında xurmanın xüsusi yer tutmasını təmin edir. Təzyiqə faydalı qidalar arasında yer alan xurma həm də stressin ürək üzərindəki mənfi təsirlərini azaldır. Gün ərzində bir neçə xurma yeyərək ürək-damar sisteminizin sağlamlığını dəstəkləyə bilərsiniz. Xurma bədənin enerji ehtiyacını qarşılamaq üçün ideal bir qidadır. Xurmanın faydaları arasında enerji səviyyələrini artırmaq və yorğunluğu aradan qaldırmaq mühüm yer tutur. Xurmada təbii şəkər bədəndə sürətli enerji təmin edərək yorğunluğun qarşısını alır. Onun tərkibindəki vitamin və mineral mənbələri enerji istehsalında mühüm rol oynayır. Xurma xüsusilə günün erkən saatlarında bədənə ehtiyac duyduğu enerjini təmin edir. Təbii enerji mənbələri arasında olan xurma həm də əzələ funksiyalarını dəstəkləyərək idman edənlər üçün əla seçimdir. Xurma yemək həmçinin metabolizmanı sürətləndirərək enerjini daha effektiv şəkildə istifadə edilməsini təmin edir. Xurmanın sağlamlıq təsirləri yorğunluğun aradan qaldırılması və bədənin aktiv qalmasına yönəlib. Xurma həm də diyet üçün faydalı meyvələr arasında yer alır və gündəlik qida rasionuna daxil edilə bilər. Xurma yemək enerji verən qidalar arasında ən yaxşı seçimlərdən biridir. Xurma sümük sağlamlığını qorumaq üçün lazımlı olan bir çox mineral və vitaminlərlə zəngindir. Xurmada olan minerallar xüsusilə kalsium və fosfor sümüklərin güclü və sağlam qalmasına kömək edir. K vitamini xurmanın sümük sağlamlığını gücləndirən təsirlərini artırır. Bu vitamin kalsiumun bədəndə daha yaxşı sorulmasına kömək edir. Xurmanın tərkibi sümük əriməsi riskini azaldan minerallarla zəngindir və bu xüsusiyyət onu yaşlı
yavrular üçün faydalı qida mənbəyinə çevirir. Xurma tərkibindəki güclü antioksidantlar və vitaminlərlə dəri və saç sağlamlığı üçün ideal bir qida mənbəyidir. Xurmada olan vitaminlər, xüsusilə A və C vitamini, dərini sərbəst radikalların zərərli təsirindən qoruyur. Xurma qidası dərinin elastikliyini artırır və nəmləndirici təsiri ilə quru dərinin qarşısını alır. Onun tərkibindəki təbii lif mənbələri dəridə sızanaq və digər problemlərin yaranmasının qarşısını almağa kömək edir. Xurma saç tökülməsini azaldır və saç köklərini gücləndirir. Xurmanın faydaları həmçinin saçlara parlaqlıq və sağlam görünüş qazandırması ilə əlaqədardır. Tərkibindəki vitamin və mineral mənbələri saçın uzanmasını dəstəkləyir və qırılmasının qarşısını alır. Bu səbəbdən xurma yemək dəri və saç problemlərini təbii yollarla aradan qaldırmaq üçün əla seçimdir. Xurma tərkibindəki B qrupu vitaminləri və minerallarla stres azaldan qidalar arasında yer alır və eyni zamanda əhvalı yaxşılaşdırır. Xurmada olan vitaminlər sinir sistemini sakitləşdirərək stres və narahatlıq səviyyələrini azaldır. Xurma qidası tərkibindəki maqnezium və kalium sayəsində əzələ gərginliyini azaltmağa kömək edir. Xurma zəngin qida dəyəri və faydalarına baxmayaraq, bəzi hallarda orqanizmə mənfi təsirlər göstərə bilər. Xurmanın faydaları çox olsa da, həddindən artıq və düzgün olmayan istifadəsi müəyyən problemlərə səbəb ola bilər. Xurmanın çatışmazlığı daha çox onun tərkibindəki yüksək şəkər miqdarı və bəzi insanların həssaslığı ilə əlaqədardır. Xurmanın zərərləri ilə bağlı sağlamlıq təsirləri bunlardan ibarətdir. Birinci, bəzi mədə problemlərinə yol aça bilər. İkinci, həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Üçüncü, şəkər xəstələri üçün riskli ola bilər. Dördüncü, allergik reaksiyalar yarada bilər. Beşinci, bəzi mineralların ifrat dərəcədə yığılmasına səbəb ola bilər. Altıncı, təzyiq problemlərini artıran təsirlər göstərə bilər. Yeddinci, düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər. Əziz dinləyicilər, gördüyünüz kimi xurma həm çox faydalı, həm də bəzi hallarda diqqətlə istifadə olunmalı bir meyvədir. Əgər videoda dediklərim sizin üçün maraqlı və faydalı oldusa, bəyən düyməsinə basmağı, kanala abunə olmağı və zəng işarəsini aktiv etməyi unutmayın ki, yeni sağlamlıq videolarından xəbərdar olasınız. Sağlam qalın, növbəti videoda görüşərik. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.